132-ci sual diskriminantın qiymətindən asılı olaraq kvadrat tənliyin həll alqoritmi deyir. Diskriminantın qiyməti deyirsə, deməli biz diskriminantın bütün hallarını yoxlamalıyıq. Diskriminantın sıfırdan böyük, kiçik və bərabər halını. Burada əslində A-nın sıfıra bərabər olma şərtini yoxlamaq olar, yoxlamamaq da olar. Şərt elədir. Amma mən sadəcə ağlımızda olsun deyə, başa düşək deyə yoxlayıram. Çünki A sıfır olanda kvadrat tənliyin həlli olmur. Yəni həmin tənlik kvadrat tənliyi olmur, belə deyək də. Bu səbəbdən öncə biz nə etməliyik də? Kvadrat tənlikdə nə olur? Dəyişənlər olur. A-nı, B-ni, C-ni daxil edirik. X-i tapacaq bunun əsasında. Dediyim kimi ilk öncə A-nın sıfıra bərabər olub olmamasını yoxlayırıq. Əgər A sıfırdırsa, o zaman nə iş görsün? Çap edir ki, kvadrat tənliyin həlli yoxdur. Və yaxud da ki, kvadrat tənlik deyil bu. Yəni bu kvadrat tənlik deyilsə, deməli biz diskriminantı tapmayacaq. Yox, əgər sıfır deyilsə, sıfırdan fərqlidirsə, o zaman bu kvadrat tənlikdir. Həmin kvadrat tənliyin diskriminantını təyin edirik. Təbii ki, düzbucaqlı içərisində D bərabərdir. B kvadrat çıxılsın 4AC kimi diskriminantı təyin edirik. İndi diskriminantın sıfırdan böyükdürmü, kiçikdirmi, bərabərdirmi onu yoxlamalıyıq. Təbii ki, şərt operatoru çəkirik. Məsələn, yazdıq diskriminant kiçikdirmi sıfırdan. Əgər diskriminant sıfırdan kiçikdirsə, o zaman bu kvadrat tənliyin kökü yoxdur. Yəni, həqiqi həlli yoxdur yazırıq. Həqiqi həlli yoxdur. Və yaxud da həqiqi kökü yoxdur. Oldu mu? İndi D sıfırdan kiçik deyilsə, yəni yox tərəfə gedirsə, o zaman yenə 2 dənə şərt mümkündür. D-nin sıfıra bərabər və yaxud da ki, sıfırdan böyük halı. Təbii ki, sadəcə sıfırdan böyük halı üçün olan düsturu yazıb hər ikisini tapmaq olar, amma diskriminantın bütün halları ayrılıqda qeyd olunsun deyə onu ayrıca yazıram. D bərabərdirmi? Sıfıra. Əgər D sıfıra bərabərdirsə, yəni hər tərəfə gedirsə, o zaman bir dənə kökü olur və onu bu şəkildə təyin edirik. X bərabərdir. Mənfi B bölünsün 2A kimi təyin edirik. Yox, əgər diskriminant sıfıra bərabər deyilsə, yəni sıfırdan kiçik deyildirsə, indi sıfıra da bərabər deyilsə, o zaman avtomatik olaraq qalır ki, diskriminant sıfırdan böyükdür. Sıfırdan böyük hal üçündə 2 dənə həllimiz olur. Mənfi B plus kök altda D bölünsün 2A və X2 bərabərdir. Mənfi B çıxılsın kök altda D bölünsün 2A. Bu şəkildə köklər olur. Və bunların hamısını birləşdirib bir dənə sona aparmaq olar. İndi detallı izaha keçirəm. Deməli, bizim kvadrat tənliyimiz necədir? A kvadrat X, daha doğrusu AX kvadrat, AX kvadrat plus BX plus C bərabərdir 0'dır kvadrat tənliyimiz. Biz burada nə iş görürük? Bizim dəyişənlərimiz A-dır, B-dir, C-dir. Yəni bu əmsalları biz daxil etməliyik ki, kvadrat tənliyi həll edib kökünü tapa bilək. O səbəbdən A, B, C-ni daxil etmişik. Əgər A 0 olarsa, tənliyimiz olur BX plus C bərabərdir 0 şəklində ki, bu da kvadrat tənlik deyil. O səbəbdən biz A-nın 0 şərtini yoxlamışıq. Əgər A 0'dırsa, yəni hər tərəfə gedirsə, kvadrat tənlik deyil, çap edilsin və sona getsin. Yox, əgər A 0 deyilsə, yəni 0-dan fərqlidirsə və mənfi və ya müsbət ədəddirsə, o zaman yox tərəfə gedir və diskriminantı təyin edir. D bərabərdir, B kvadrat çıxılsın 4AC. Bunu riyaziyyatdan bilirsiniz. Və diskriminant 3 halda ola bilər. Yəni mənfi ola bilər, müsbət ola bilər, 0 ola bilər. Biz bütün halları ayrılıqda yoxlayırıq ki, algoritmimiz tam olsun. Bütün halları ayrılıqda yoxlayan algoritm olsun. Əgər D 0-dan kiçikdirsə, həqiqi kökü yoxdur. Niyə görə həqiqi kökü yoxdur? Çünki burada kök altda D yazacaq biz kökü tapanda. Kök altında D yazacaq. Kökün altında da mənfi ədəd həqiqi həll vermir. Bu səbəbdən D-nin 0 halı üçün biz yazırıq ki, həqiqi kökü yoxdur. Yox tərəfə gəlsə, yəni D 0-dan kiçik deyilsə, 2 hal mümkündür. D-nin 0 olması halı, yəni hər tərəfə gəlir. Bir də D-nin 0 olmaması, yəni müsbət olması halı. D 0 olduğu zaman bir dənə həlli olur. Yəni diskriminantın yerinə 0 yazında qalır. Mənfi B bölünsün 2A. Yəni x1 bərabərdir mənfi B bölü 2A, x2 bərabərdir mənfi B bölü 2A yazmaq olar. Onsuz da eyni şeydir.
Yox tərəfə gəlsə, bu diskriminantın sıfırdan böyük halıdır. Da bunu ayrıca şərtlə yazmırıq. Çünki diskriminant sıfırdan kiçik deyilsə, sıfıra bərabər deyilsə, avtomatik olaraq sıfırdan böyükdür deməkdir. Bu səbəbdən də gəlib normal x1 bərabərdir mənfi b plus kök altda d bölü 2a, x2 bərabərdir mənfi b çıxılsın kök altda d bölü 2a kimi təyin edirik. Algoritmdə bəzən plus minus kök altda d bölünsün 2a yazmaq olar. O problem sayılmır. Mən hər halda ayrı-ayrılıqda yazdım. Amma bunun Python proqramını yazanda mütləq şəkildə ayrı-ayrı yazmaq lazımdır. Çünki Pythonda plus minus yazmırıq. Üstəgələ ayrı, çıxılsını ayrı yazırıq. Və bunların hamısını bu şəkildə aparıb sona birləşdiririk. Eyni sona birləşir.